Salam, əziz və dəyərli izləyicilər. Sizi qarşıdan gələn yeni il və dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edirəm. Hər birinizdə sağlam, gözəl ömür arzulayıram. Bu günlər mən sizə bu yolka fiqurunu hazırlayacağım. Bu da mənim sizə usta olaraq yeni il hədiyyəm olsun. Siz də hazırlayarsınız, evlatlarınızı, müştərilərinizi sevindirərsiniz. Keçək yığılma qaydasına. Yolka fiqurunu hazırlamaq üçün bizə çöp lazımdır və falqa kağızı lazımdır. Bunu nədən ötürü edirəm mən? Ona görə edirəm ki, tort ağır olmasın da, yəni üstündəki fiqur ağır olub tortu həm çöküşdürməsin, həm də ki, torta kilo verməsin, belə deyək. Yolka formasını veririk hardasa. Çöpümüzü taxırıq və buna termokleyimizi vırırıq. Və bunu taxırıq buna. Və adi jeli, prazasiya jelimizi üzərinə çəkirik. Təbii ki, yolkamızı svetbosla hazırlayacağım mən. Həmişə deyirəm, bugün də yenidən təkrar edəcəmsə, bu paketləri atmayın qətiyyən. Bu paketlərin içərisində şəkər xəmirini qəşəng əzirsiniz və yoğurduqdan sonra istifadə edədiyinizi istifadə edirsiniz, istifadə edəmədiyinizi bu paketin içində saxlayırsınız. Ağzını bu qaydada düşür, saxlayacaqsınız. Hətta mən sizə məsləhət görərdim, 2 dənə paketin içində saxlasınız əgər daha yaxşıdır ki, hava girməsin içərisinə və şəkər xəmiri qurumasın. Şəkər xəmirimizi alındırmaqdan ötürü bir balaca qəhvəyə rəng qarışdıracağım mən. Çünki tam yaşıl rəngdə deyil də, şam ağacı bir balaca qəhvəyə çaldığına görə. Şəkər xəmirimizi açdıqdan sonra, bax belə qaydada düşürük yolkamızın üzərinə. Artıq hissələri qayçı ilə kəsirik. Artıq qalan şəkər xəmirimizi də yayıb fiqurumuzun aşağı hissəsinə yerləşdirirəm. Baxın bu qaydada. Burada da artıq qalan hissələri kəsirəm. Bircə dəqiqə vaxtınızı ayırıb bir dənə çox xahiş edirəm. Bu videoya baxın, sonradan dərsimizə davam edək. Baxın, mənim səhifəmdə paylaşdığım videolarda, şəkillərdə, bunu başqa yerlərdə nümunə olaraq paylaşılır. Yəni, min halal xoşunuz, o heç. Amma qaldı ki, mənim video dərsliklərimə çox xahiş edirəm. Əgər elə şərəfsizlər yenidən siz görürsünüz, əgər mütləq ki, mənə xəbər edirsiniz. Mütləq ki, yəni, bununla bağlı tədbirlər görüləcək. Necə ki, o şərəfsiz cəzalandırıldı. Yəni, bilirsiniz, indi bu sadə kimisə tapmaq bir vur birdir, özünüz yaxşı bilirsiniz ki. Sadəcə olaraq uşaqlar mənim vaxtımdan getdi. Kimlərsə dərsi yazılmaq istəyirdi, 5-10 manat pul qazanmaq istəyirdi, onların vaxtından getdi. Şərəfsiz bir xanıma görə bütün dərslər dayandırıldı. Hamı çörəyindən oldu, 5 manat çörək pul qazanırıq. Yeni il üçün mən şaxta baba fiquru hazırlamışdım. Nə bilim, çox şeylər eləmişdim dərslərlə bağlı. Çox bir planlarım var idi. Bütün konkret adamı həvəsdən salırlar, belə şərəfsizlər. Ona görə də sizin hər birinizdən çox xahiş edirəm. Ola bilər o dərsləri siz qıraqdan ucuz qiymət ala bilərsiniz. Amma bəs halallıq, mən o halallığı sizə vermirəm. Şəxsən mənim dərslərimə kimlərsə qıraqda satırlarsa pulla, kimlərsə qıraqdan pulla alırlarsa, əgər həmin adamlara halallığını vermirəm mən. Min haram xoşunuz olsun, min haram xoşunuz olsun. Başqa mən heç nə deyə bilmərəmsə, belə, mən nəyə halallıq verirəmsə, nəyi paylaşıramsa, min halal xoşunuz, baxın, yararlanın, öyrənin. Amma belə, yəni mən ondan çörək pul qazanıramsa, siz də mənə başa düşün. Mənim yerim olsaydı, siz nə edərdiniz? Bax, o sualı bir dənə özünüzə verin ki, sizin çörəyinizə girən olsaydı, sizin haqqınızı tapdalayan olsaydı, siz nə edərdiniz? İnsan şərəflə yaşayar, 5 günlük dünyada. Ona görə də çox xahiş edirəm sizə bir daha. Əgər qıraqda sizə təklif olunsa ki, bu dərslər bu qiymətə satılır və yaxud da ki, kimsə sizə təklif eləsə ki, bunu pulla almışam mən. Gəlin sizə havayı verirəm. Havayı belə versələr, əgər sizə halallıq vermirəm mən. İndi kim paylaşır, kim nə edirsə əgər, özü bilər, Allah bilər. Amma mən bilsəm ki, əgər həmin adamı tapsam əgər, onu inşallah ki, Azərbaycan polisi var, qanun var, haqq var. Onda özünüz cəzanızı alacaqsınız. Bu qədər uşaqlar. Təşəkkür edirəm, var olasınız. Bu adi bıçaqla kəsmə, rezaq da deyilir buna, bıçaq da deyilir, indi baxır kim nə deyir. Və bunun üzərinə belə xəttlər atırıq. Baxın, bu qaydada. Hər bir yerinə atırsınız bu xəttləri. Və keçirik yuxarıdan aşağı doğru. Yəni aşağıdan yuxarı qətiyyən kəsmək olmaz. Yuxarıdan aşağı doğru bax bu qaydada kəsəcəm. Baxın. Və elədiyim
Gəldikcə bunları qaldırın yuxarı çalışın. Və yuxarıdan balaca getdikcə aşağı doğru biraz böyük kəsirik bunları. Və alət bizlə bəzi hissələr var ki, onlar yatır aşağı, onları alət bizlə qaldırırıq yuxarı və formasını veririk təbii ki. Bunları yuxarı qaldırdıqdan sonra, yəni bütün hamısını səliqəli şəkildə yuxarı qaldırırıq. Baxın, belə bir yol qalır, düzdür? Və keçirik növbəti qaydaya. Növbəti qaydamız budur ki, kistimizi suya batırdıqdan sonra, baxın, bunun üzərinə, hər tərəfinə, bax, belə qaydada kistimizi çəkirik. Çalışın o yuxarıya doğru aparın ki, budaqlar aşağı yatmasın. Məndə xırda muncuqlar var. Bunu siz istəsiniz əgər böyük də edə bilərsiniz, balaca da edə bilərsiniz. Baxın, zövqə. Bir qab götürün belə ki, muncuqlar yerə düşməsin. Baxın, bu qaydada tökürəm üstünə. Nə yapışacaq, yapışmayanlar da ki, töküləcək yerə. Dostlar, baxın, əlavə edirəm mən burada belə bir ulduzlarım var mənim. Ulduzları da bir belə əlavə edirəm üzərinə, daha maraqlı olsun deyə. Belə dostlar, fiqurumuz hazırdır. Bəyəndinizsə əgər bəyənərsiniz, bəyənmədinizsə əgər fikirlərinizi yazarsınız, xoşunuza gəldi, gəlmədi. Bir daha sizi təbrik edirəm. Qarşıdan gələn yeni iliniz mübarək olsun.